həyatı, yaradıcılığı daha doğrusu burulğanlardan keçib. Ölənə qədər, öldüyün lap dəqiqəsinə qədər. Bazısı danışır ki, o zaman imkanımız yox idi. Ancaq o stolların arasında gizlənirdi. Şimdi filmə baxmaq üçün yenidən orada qalıb və yenidən bu filmlərə baxırdı. Bir şeyə heyrət edirsən ki, bu balaca boy, cılız, çoxlarından fərqlənməyən, sakit insan Dəli Kür kimin Dahiyanı bir əsər çəkir. Kino zamanın yaddaşıdır və bu yaddaşı öz yaradıcılıq ruhu ilə yaşada bilən insanlardır, ölməzlik qazananlar. Milli kimliyimizi, xalqın səsini, milli mənsubiyyətini bir həyat hekayəsinə sığdıra bilmək əsl sənətkarlıqdır. Və belə bir sənətkarlardan birindən danışacağıq və bu sənətkar Azərbaycan kino sənətində misilsiz əsərlər yaradan və ölməzlik qazanan dahi sənətkarımız Hüseyn Seyidzadədir. Azərbaycan film tarixində ilk rəngli bədii filmin müəllifi, Azərbaycan kino rejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi Hüseyn Mirəloğlu Seyidzadə 1910-cu il oktyabrın 15-də İrəvanda anadan olub. Hələ uşaq yaşlarından 1918-ci ildə məlum hadisələr, yəni ermənilərin törətdikləri cinayətlər səbəbindən Hüseyn Seyidzadənin ailəsi öz isti ocaqlarından didərgin düşərək Türkiyəyə, oradan Tiflisə, bir müddət sonra isə Tiflisdən Bakıya köçür. O, 1927-ci ildə Bakıda tikiş fabrikində əmək fəaliyyətinə başlayır. Sonra Fəhlə Teatrına daxil olur, aktyor köməkçisi kimi fəaliyyət göstərir. Bir ildən sonra Hüseyn Seyidzadə gənc işçi teatrının aktyoru olur. 1930-cu ildə Sankt-Peterburqda rejissorluq kursunu bitirir və Bakıya qayıdır. 1936-cı ildə Moskvada Ümumİttifaq Kinematografiya İnstitutunun rejissorluq fakültəsini bitirdikdən sonra Azərbaycan Film Kinostudiyasında işə başlayır. Ömrünü film sənətinə həsr edən kino rejissor, yaradıcılığının bütün dönəmlərində bir-birindən fərqli, məzmunlu sənət əsərləri ortaya qoyur. O olmasın bu olsun, Dəli Kür, Qaynana, Yenilməz Batalyon, Koroğlu, Bakılılar, Böyük Şəfəq, Ayna, Sovqat və bu kimi filmləri kino sənətinin dəyərli incilərindəndir. Hüseyn Seyidzadə 1970-ci ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi adına layiq görülür. O, 1979-cu il iyunun 2-sində ürək tutmasından dünyasını dəyişir. Bakıda küçələrdən biri onun adını daşıyır. 1918-ci ilin o bədnam hadisələrindən sonra bir çox ailələr, o cümlədən də Seyidzadələr ailəsi də İrəvandan köçüb Bakıya gəldilər. Və o vaxtı bizim sonradan korifey sənətkara çevrilmiş Hüseyn Seyidzadənin 15 yaşı var idi. Və o 15 yaşında o Bakıda işə düzəldi, fəhlə və fəhlə işləyirdi. Amma onun həvəsi tamamilə başqa idi. Yəni bu sənətlə bağlı bir insan idi. Sanki özünü orada axtarırdı. 1918-ci ilin hadisələri elə gətirmiş ki, iki qardaş Mirəli və Mirqasım Türkiyəyə getmişlər, ondan sonra Tiflis'e gəlmişlər, bir müddət Tiflis'te yaşamışlar, ondan sonra Bakıya gəlmişlər. Qərbi Azərbaycan doğumlu insanlar din içində dinlərini, dil içində dillərini, mədəniyyət arasında mədəniyyətlərini qoruyub saxlayan insanlar olublar və elmin, sənətin, xüsusilə mədəniyyətin hansı sahəsinə əl atırsansa, oradan bir Qərbi Azərbaycanlı çıxır. Xüsusilə İrəvan mühitində böyüyən, İrəvanın mədəni dünyasına, mədəni aləminə bələd olan şəxsiyyətlər çıxır və onlardan biri də bugün haqqında söhbət açdığımız Hüseyn Seyidzadədir. Azərbaycan kinosunun yaddaşında bir iz var. Heç vaxt silinməyən, hər dövr yenidən kəşf olunan iz. Hüseyn Seyidzadə izi. Hüseyn Seyidzadə təkcə filmlər çəkmədi. O ekrana insanın ruhunu, xatirələrini, sevincini və ağrısını gətirdi. O Azərbaycan kino dilini formalaşdıran sənətkarlardan biri oldu. Bugün biz onun həyatına, yaradıcılığına və kino tariximizdə açdığı səhifələrə birlikdə baxırıq. Ancaq Hüseyn Seyidzaddə çəkirdi bu filmləri. Ancaq hələ o kino sənətində öz sözünü deməmişdi. 30-cu ildə o gəlir
kinostudiya. Kinostudiyada bir qədər sonra bir neçə nəfərlə bir yerdə deməli Niyazi Bədəlov və Hüseyn Seyidzadə bunları göndərirlər Moskvada kinematografiya institutuna. Moskvada bunların hər ikisi Sergey Eizenstein'in tələbəsi olur. Çox qəribədir ki, birinci kursu qutarandan sonra Sergey Eizenstein götürür Hüseyn Seyidzadəni keçirdir başqa bir qrupa. Orada sənədli filmlər üzrə rejissorluq sənəti alsın bu. Amma bunu ilə barışmır Hüseyn Seyidzadə. Çünki o çox prinsipial bir adam idi. Hüseyn Seyidzadə mübariz sənətkar idi. O sözünü açıq deməyi xoşlayırdı və bu əlbəttə ki, onu əhatə edənlərin yanında bir mənalı qarşılanmırdı. Onun bu xarakteri yaratdığı əsərlərə də təsir edirdi. 1969-cu ildə İsmail Şıxlının eyni adlı romanı əsasında Dəli Kür filmində bu daha çox hiss olunurdu. Vacib söhbətimiz var səndən. Mənim səninlə nə vacib söhbətim ola bilər? Ana ba, ver bura. O kimdir buraya getirmisən? Molla, müəllimdir. Qoridən gəlir, vacib işimiz. Qoridən, bircə xaçın çatmırdı sənin. Gəl görüm. Dəli Kür filminin deməli buna verilməsi özü bir müəyyən mərhələlərdən keçəsi oldu. Amma bu öz sözünü deyən idi və dayandı məsələnin üstündə ki, mən Dəli Kürü çəkəcəyəm. Yəni, belə filmlər onun deməli, öz filmləri idi. Ona görə də bu filmin çəkilişinə başlayır və çox gözəl də bir film alınır. Əsəri oxuyanlar, misal üçün, orada finalın çox güclü bir finalla rastlaşırlar əsərdə. Amma kinoda final tamamilə başqa cür çəkilir. O səhnə belədir. Qubernator Cahandar ağaya deyir ki, canişin burada ov etmək istəyir. Bu torpaqları ya bizə bağışlayacaqsınız, ya da ki satacaqsınız. Bundan hiddətlənən Cahandar ağa bizim torpaqlarımız nə satılmaz, nə də bağışlanılmaz deyə cavab verir. Qubernator görərsiniz deyərək gedir və bir neçə gündən sonra nökərlər Cahandar ağaya bizi döyüb incidirlər deyə şikayət edir. Bundan hiddətlənən Cahandar ağa əlbəttə ki, çıxır və kazakların qarşısına onların başçısını öldürür. Bəli, qubernator kazakları onların üzərinə göndərmişdi və bu atışmada 5 nəfər kazak öldürülür və Cahandar ağanın özünü də vurub öldürürlər və Cahandar ağa özünü yaralı şəkildə suya atır və beləliklə film Ana Kür mahnısı ilə yekunlaşır. Amma bu hissəni vermirlər. Çünki o dövrün Rus ictimai-siyasi mühiti bunun verilməsinə icazə verməzdi və vermədi də. Beləliklə bu səhnə və bu filmin bu hissəsi çıxarılaraq tamaşaçılara real vəziyyətin göstərilməsinə imkan vermir. Bura bax, ey! Sizə kim ixtiyar verin mənim qorğumda ağalıq eləyirsiniz? Bu nədir? Bu nökəri kim bağla salıb? Daha bu qoruqlar sənin deyil. Bəs kimindir? Böyük Knyaz Vorontsov Daskovun. Nə? Knyaza bax! Mən Knyaza tanımıram. Dur zibillərinə yığışdır, rədd ol buradan! Bura bax, dəli müsürman. Yoxsa ürəyindən Sibir keçir, ha? Davunuz oğlu! Alça! Məni vurursan, qudurğan köpəyəm! Onun filmlərində sərtlik hiss olunur. Bu nə ilə bağlıdır? Çünki o qəddarlığı görmüşdü. Onun ailəsi o faciəni yaşamışdı. Və bu faciənin içində o küllərin arasından qalxan Prometey kimin öz sözünü deməyə bacarırdı. Ancaq kinonun dili ilə, çəkdiyi filmlərin dili ilə.
Azərbaycanda elə bir kino əsəri yoxdur ki, o olmasın, bu olsun qədər məşhur aktyor ansamblı toplaya bilsin. Dünyanı dolaşan bu film Hüseyn Seyidzadə yaradıcılığının şah əsərlərindəndir. 1956-cı ildə Bakı kinoteatrlarında ekrana Hüseyn Seyidzadənin O olmasın, bu olsun filmi çıxarıldı. Gedin qaziyə deyin ki, bu arvadın kəbinini mənim üçün kəsin. Bax, bu başqa məsələ. Neynək? O olmasın, bu olsun. Gündən bir günü o olmasın, bu olsun məsələsi çıxır ortaya. Bax, onda bu məsələnin üstündə dayanır və deyir ki, mən mütləq bunu çəkməliyəm. Hətta rəhbərliyə müraciət edəndə yoldaşlar etiraz edirlər. Etiraz edirlər ki, sən bu filmi çəkə bilməzsən. Hər filmdə buna nəsə bir söz deyirlər. Səbəbi də bunun qaraqabaq olmağı. Yəni, qaraqabaq bir adam komediyanı nətər çəkə bilər? Bu deyir, mən çəkiciyəm. Deməli, bu aktyorları toplamaq üçün gedir Azdıramıya. Və o vaxtı direktor Adil İskəndərov idi. Gəlir, danışır onu ilə, bir elan vururlar qapıda. Məşqdən sonra hamı yığışsın direktorun kabinetinə. Və hamı da bilmir, heç kim də bilmir ki, nə məsələdir. Gəlib otururlar direktorun kabinetində. Görürlər ki, Adil İskəndərovun yanında arıq, qara bir oğlan oturur. Tanımırlar onu. Adil müəllim qeydir ki, bu Hüseyn Seyidzadədir, cavan rejissordur. O olmasın, bu olsun filmini çəkəcək. O olmasın, bu olsun filmi doğrudan da Azərbaycan kinosuna gəlmiş cavan bir oğlanın bir buketi idi. Hədiyyə elədi o Azərbaycan kinosuna o buketi. Bu aktyorlarla bir yerdə bu film çəkildi və çox bir uğur da qazandı və artıq buna bir yol açıldı. Bu, o dövrlər Azərbaycan kinosunda bir inqilab idi. Bakının kinoteatrlarına tamaşaçı əlindən ayaq basmaq olmurdu. Uzun növbələrə yaxın düşmək mümkün değildi. O, dahi Üzeyir Hacıbəylinin eyni adlı operettasını Sabit Rəhmanın senarisi əsasında ekranlaşdırmışdı. Bununla da O olmasın, bu olsun Hüseyn Seyidzadə quruluşunda Azərbaycan kino tarixində ilk rəngli bədii film kimi daxil oldu. 1000 manat bəsli, 1000 də artır. Axı, bunun bir ambarda toy xərci var. Təbii ki, o dövrün tənqidçiləri bu filmə bir mənalı münasibət bəsləmədilər. Hətta bir neçə səhnələr tənqid olundu. Məsələn, bazarda qoçların davası, Rüstəm bəyin evindəki qalmaqal, hamam səhnəsi nöqsan kimi göstərildi. Amma uğurun işığına kölgə salmaq istəyənlər buna nail ola bilmədilər. 2 məqalə həmin bu filmi tənqid edən, kəskin tənqid edən şifalı məqalə nəşr olunur. Biri Tofiq Kazımov uğursuz film, ikincisi görkəmli ədəbiyyatşünas Abbas Zamanovun olmasın, bu olsun. Və ancaq sonralar hadisələr elə gətirir ki, həyatın gedişi elə göstərdi ki, təkcə öz rejissoruna yox, bütün xalqına hörmət gətirdi. Və mənim bir həqiqəti demək istərdim ki, təxminən hadisələrdən 35 il keçmişdi. Mənə Abbas Zamanovla görüşəndə dedim ki, Abbas müəllim, Hüseyn Seyidsadənin olmasın, bu olsuna bağlı bir kəskin məqalə yazıldı. Abbas müəllim dedi ki, Hüseyn Seyidzadə çox böyük sənətkar idi. Düzü, mən o vaxt komsonluq etmişəm. Mən düzü etməmişəm. Əlbəttə, filmi bəyənənlər də oldu. Mükəmməl aktyor ansamblından ibarət bu filmə Kino Qalereyası adı verdilər və beləliklə bu film təxminən ekrana çıxdığı 2-3 il ərzində artıq dünyanın 40-dan çox ölkəsində yayımlandı. Azərbaycan kinosunun şöhrətini dünyaya İran, İraq, Yaponiya, Avstriya, Amerika Birləşmiş Ştatları, İsveçrə, Macarıstan və digər ölkələrə yaydı. Bugün isə zaman hüdudu tanımadan müasir tamaşaçıların zövqünə oxşuyur. Bu
məziyyətlərə sahib olan Hüseyn Seyidzadə yaradıcılığı dünya miqyaslı sənətkarların nəzərindən qaçmır. Elə məşhur Hind aktyoru və rejissoru Raj Kapoor onu Hindistana işləməyə və yaşamağa çağırır. Çox maraqlı bir hadisədir bu. Raj Kapoora rəhbərliyin Seyidzadədən xoşu gəlməsə də, amma Raj Kapoora bir neçə film göstərdilər. O cümlədən də o olmasın, bu olsun. Ona baxan kimi Seyidzadəyə demişdi ki, gəl məni ilə gedək Hindistana. Mən səni milyoner edəyərəm. Buna demişdi. Mən doğrusu biraz mənə təəccüb gəldi ki, yəni belə bir söhbət ola bilər. Dedim ki, Hüseyn müəllim kim iştirak edib bu söhbətdə? Dedi, Leyla Bədirveli. Bəli, bunun o Leyla Bədirveli'nin söhbət edəndə dedi ki, Raj Kapoor 57-ci ildə Bakıya gələndə onu olmasa bulsun baxanda deyir, onu dəvət elədi. Onu dəvət elədi. Ora ancaq o zaman bunu heç Moskvada imkanı verməzdi ki, belə bir adam keçsin, orada filmlər çəkdi, yəni belə bir məşhurlaşsın. Leyla Bədirveli'dən soruşdum, dedi dəqiqliyi ilə ki, doğrudan bunu aparırdı. Hətta xahiş elədik, gedək, sən lazımsan. Filmlər çəkək, səni mən milyoner edəcəm. Bu da demişdi ki, bunu mənə Leyla xanım dedi, qeyddi bu ona Raj Kapoora ki, mən çox az film çəkmişəm Azərbaycan filmdə. Ona görə də mən burada qalıb, xalqıma deməli, xidmət eləməliyəm. Mən ora pul dalayacam, ora gedə bilmərəm. Bax, belə adam idi o. Yenilməz batalyon, Dəlikür, Qaynana, Koroğlu, O olmasın, bu olsun, Əbədi odlar ölkəsi kimi filmlərə həyat verən rejissorun Qaynana filmi yaradıcılıq ömrünün son akordu olur. Maşın cehizi var, gelinimin ay gelinimin. Maşın cehizi var, gelinimin ay gelinimin. Üzüne həsət aparır göydəki ay gəlinimin. Üzüne həsət aparır göydəki ay gəlinimin. Qaday. 1979-cu ildə çəkilən bu film həyatın ironiyasını yaşayır. Hər zaman Hüseyn Seyidzadənin bir sıra filmlərinin həyat yoluna mane olan Moskva bu dəfə bu filmi yüksək dərəcədə qarşılayır. Ay kişi, sən də ölmədə vaxt tapdın. Mən onu uzun müddət, demək olar ki, 3-4 saat pavilyonda müşahidə elədim. Necə işləyirdi. Özü də o səhnə çəkilirdi ki, o kukla aktyoru, belə deyək, dırnaqarası dahi sənətkarımız Nəsibə Zeynalova qucağına alırdı, bir başqa yerə köçürdürdü, sonra da yatağa qoyurdu və axır və s. Bəlkə də bir 15 dəfə təkrarlandı bu səhnə. Və mən hər dəfə baxırdım Nəsibə xanımın sifətinə ki, baxmayın, o vaxt yaşlıydı bu və hər dəfə eyni qüdrətdə, eyni maraqda o səhnəni çəkə bilməzdi. Amma hər dəfə fikirləşirdim və baxırdım, deyirəm ki, bəlkə də yarım saat, 40 dəqiqə biz müşahidə elədik o səhnənin çəkilişini. Sanki hər dəfə yeni bir qat açılırdı Nəsibə xanımın içində. Bir dəfə yerişi bir başqa idi, bir dəfə gülüşü bir başqa idi və Hüseyn Seyidzadə də heç nə demirdi. Əvvəldən başa salırdı ki, o hansı vəziyyəti istəyir və yanırdı belə qıraqdan baxırdı. Qurtaranda o səhnə dönürdü operatora. Ну что, получилось? O da ya hə deyirdi, ya deyirdik, bəlkə bir də çəkək. Qaynana filmi çəkilir, qurtarır, ancaq bu film çəkilib qurtaranda onun elə ki, təqdimat mərasimi gedir, Moskvada gedəndə artıq Hüseyn Seyidzadənin özü həyatda yox idi. Sənətkarı insan kimi xarakterizə edənlər onun kəskin fikirli, ötkəm xasiyyəti və məğrur duruşunu bəzən acıdil kimi qiymətləndirirlər. Əlbəttə, bir çox istedad sahiblərinə xas olan bu xüsusiyyət onu hər zaman ədalətsizliyə düçar edir. Və o iclasların birində kəskin müzakirələrdən sonra dünyasını dəyişir. Ötkəm xarakteri ona çox bağbaşa gəlirdi. Hətta ona elə gəldi, dərviş partisi partladır, ona verilməli idi. Amma vermədilər. Ayrı filmlər də vardı ki, ona heç yaxın qoymadılar. Amma Qatır Məmməddə
Ona verdiler Qatır Məmmədi, amma sonradan da onu əlindən aldılar onu. Niyə görə? Çünki bu demişdi ki, bu senari müəlliflərində ki, Qatır Məmməd yox, bu Çapayev oxşayır. Rusların çəkdiyi film vardı, Çapayev, ona oxşayır. Amma Qatır Məmməd Azərbaycanda olur. Ona görə mən dəyişiklik edəcəm. İcazə verdilər buna senaristlər. Amma sonra kinostudiyanın rəhbərliyi müraciət edirlər ki, sizin yazdığınız ssenarini qoyub qırağa, tamamilə başqa ssenari çəkir bu adam. Ona görə xahiş eləyirik, imtina eləyin. Senaristlərə deyib rəhbərlik. Və onlar imtina elədilər. Ondan sonra Seyidzadə tamamilə özünü pis hiss edirdi. Çünki ağır iş idi. Filmi hardasa 4/3 faizini çəkəsən və sonra sənin əlindən alsınlar. Yəni intriqalar, o sənətkarların arasında olan intriqalar və yaxud yerli hücumlar bu belə bir böyük sənətkarın vaxtsız dünyasını dəyişməyə səbəb olur. Dünyanın 120 ölkəsini dolaşan Hüseyn Seydzadənin filmləri təkcə keçmişimizin xatirəsi deyil, onlar bugünümüzün dili, gələcəyin yoludur. Hər yeni rejissor, hər yeni ssenari, hər yeni ideya onun açdığı qapılardan keçir. Biz bir daha gördük ki, böyük sənət susmur. O zamanın içində yaşayır və nəsildən nəslə keçir. Seyidzadə isə bizim kino yaddaşımızın sonsuz nəfəsidir. Onun yaratdığı hər bir kadr bir xatirə, hər bir obraz bir hekayə, hər bir hekayə isə bir tarixdir. Tarixi yaşadanlar isə nəsillərin baxışında hər zaman var olur. Tarixi yaşadanlar isə kino səlnaməsində hər zaman öz sözünü deyənlər olur. Və tarixi yaşadanlar bugün unudulmur. Elə bizim qəhrəmanımız Hüseyn Seyidzadə kimi. Və mənə elə gəlir ki, o bu gün sağ olsaydı, ən böyük əsərini yaradardı və bu əsərin adı da Qayıdış olardı.